Salam. 4-cü ay 2023-cü il buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sual. X kvadrat minus 5x plus 2 bərabərdir 0. Tənliyinin kökləri olarsa x1, x2. Kökləri x1-də 1 və x2-də 1 olan kvadrat tənliyi qurun. V teoremini tətbiq edək. x1 plus x2 bərabərdir müsbət 5, x1 vurulsun x2 bərabərdir müsbət 2. Toplasaq bu ifadələri olur x1, x2-də x1 plus x2. Hasilini tapsaq x1 vur x1, x2-də 1. Götürüb yerinə yazsaq bərabərdir. x1 plus x2-nin yerinə 5 yazsaq, x1 vurulsun x2'nin yerine 2 yazsaq. Burada da kökler hasili x1, x2'nin yerine 2'de 1 yazsaq. Bildiğimiz kimi kvadrat tənliyi, çevrilmiş kvadrat tənliyi x kvadrat plus px plus q bərabərdir 0'dır. P'nin yerine ek işarə ilə götürmüş ikinci həddin əmsalını x kvadrat minus 2'de 5 x plus q'nun yerine de 2'de 1 yazacağım. Bərabərdir 0. Kəsirdən azad olmaq üçün hər tərəfi 2'ye vururum. Olur 2x kvadrat minus 5x plus 1 bərabərdir 0. Bu qurulmanın akademik qaydası. İkinci qayda qısa qaydadır. X kvadrat minus 5x plus 2 bərabərdir 0. Kökləri x1, x2 olan, bax bu tənliyin köklərinin tərsi olan tənliyi qurmaq üçün birinci həddin əmsalı ilə sonuncu həddi, sərbəst həddin yerini dəyişməyə lazımdır. Bax bu şəkildə 2x kvadrat minus 5x plus 1. Qısa yazılış forması budur. Digəri isə akademik yazılış forması idi. Doğru cevabımız 2x kvadrat minus 5x plus 1. B variantı. İkinci sual. 4 LG5 plus LG16 beraber bir ifadesinin kıymetini hesaplayın. Beraberdir. 4 LG5 plus LG16'nı göstersək 2 üstü 4 şeklinde beraberdir. Bunun indeksinde LG'de ise 10 üstü 1'dir. 4'ü 1'e bölüp karşıya keçirdirəm. Deməli birinci ifadə olduğu kimi durur. 4 LG5 plus 4 LG2 beraberdir. 4'ü de ortaq çıxartsam olur LG5 plus LG2 beraberdir. 4 vurulsun LG5 plus LG2. Eğer logaritmik ifadenin esasları eynidirsə toplayanda vururuq. Eləyir LG10. LG10 da verir bize 1. 4 dəfə 1'in də 4. İkinci cevabımız 4. Y variantı. Üçüncü sual. 8 sinus x kosinus x kosinus 2x kosinus 4x beraberdir 1 olarsa olan tənliyin 0 pi böl 2 aralığında neçə kökü var? Bax bu 8'i 4 vurulsun 2 kimi yazsam, bax bu ifadə verir bizə sinus 2 alfa. Deməli 4 vurulsun sinus 2x vurulsun kosinus 2x vurulsun kosinus 4x beraberdir 1. Bu 4'ü de 2 vur 2 kimi yazsam, bax bu ifadə verəcəkdir mənə. Bu 2 durur. Sinus 4x vurulsun kosinus 4x beraberdir 1. Bu ifadədə özü verəcəkdir mənə. Sinus 8x beraberdir 1. 8x beraberdir. Sinus 1 alır 90 derecede. Pi bölü 2'de yani sinus 1 alır 90'da bir de tam dövr ettikten sonra.
plus 2 pi k. K daxildir z. Her tərəfi 8'imiz bu şekilde düşür. X bərabərdir. Pi bölü 2'ni 8'e bölsək pi bölü 16 plus 2 pi k'nı da 8'e bölsək pi k bölünsün 4. K'nın yerine qiymətlər qoyaq. K'nın yerine mənfi 1 qoyuram. X bərabərdir. Pi bölünsün 16 mənfi 1 qoyanda minus 45 dərəcə. K bərabərdir 0 yazsaq, x bərabərdir pi bölünsün 16. K bərabərdir 1 yazsaq, x bərabərdir pi böl 16 plus pi bölünsün 4. K'nın yerine 1 yazsam. K'nın yerine əgər 2 yazsam, verilmiş aralığı aşır. Yəni bu 0-90 dərəcədir də. Tənliyin köklərini soruşur 0-90 dərəcə aralığında. 0-90 dərəcə aralığında tənliyin 2 kökü vardır. Doğru cevabımız 2. Y variantı. Dördüncü sual. Y kvadrat plus 2 y kvadrat minus 3y plus 8y minus 10 3y minus y kvadratı bərabərdir 0 tənliyini həll edin. Diqqətlə baxsaq, bu ifadə birinci verilmiş məxrəcin yer dəyişmək formasındadır da. Çıxmadısa qarşıya mənfi keçirdirik, bunların yerini dəyişirik. Olur y kvadratı minus 3y. Y kvadrat minus 3y. 3y. Məxrəc olduğu kimi qalır. Y kvadrat minus 3y surətləri çıxırıq. Y kvadrat plus 2 minus 8y plus 10 bərabərdir 0. Dəyişənin mümkün qiymətlər çoxluğuna baxırıq. Y kvadratı minus 3y fərqli 0 olmalıdır. Y fərqlidir 0'dan. Bir də y fərqlidir 3'dən. Kəsir nə zaman 0 olur? Surət 0 olduqda. Deməli, surəti götürürük. 0'a bərabər edirik. Y kvadrat minus 8y plus 12 bərabərdir 0. Buranda 12 toplayanda mənfi 8 olan ədəd x minus 6 x minus 2 bərabərdir 0. X birimiz 6, x ikimiz də 2. Dəyişənin mümkün qiymətlər çoxluğunu ödəyir. Aldığımız köklər. Tənliyini həll edin. 6, 2 qiyməti C variantı. 5-ci sual. 5 vurulsun x minus 2 plus 15 böyükdür. 2 vurulsun x minus 1 bərabərsizliyini həll edin. Sadə xətti bərabərsizlikdir. Vurub açırıq. Keçirsək sol tərəfə. 3x böyükdür. Mənfi 7'den. X de böyükdür. Mənfi 2 tam 3'də 1'dən. Bərabərsizliyi həll edin. Mənfi 2 tam 3'də 1'dən böyük. Deməli, aralıq kimi götürsək, mənfi 2 tam 3'də 1'dən müsbət sonsuzluğa. D variantı. 6-cı sual. M böl x bölünsün x kvadrat böl n ifadəsini sadələşdirin. Kəsirin kəsirə bölünməsi xəssəsindən istifadə edirik. Verir bizə x kubu mn. Doğru cavab C variantı. 7-ci sual. Diagonal kök 8 olan kvadratın tərəfini soruşur. Kvadratın tərəfi A-dırsa, kvadratın diagonalı A kök 2'ye bərabərdir. A kök 2 bərabərdir kök 8. A bərabərdir 2'ye. Kök 8'i kök 2'ye böləndə verir bizə 2. Kvadratın tərəfini istəyir A variantı. 3-cü sual. 48'in 8'də 7 hissəsini tapın. Ədədin hissəsinin tapılması xassəsindən istifadə edirik. 6 və 7 42. B variantı. 9-cu sual. Oturacağının sahəsi 4 pi olan silindrin ox kəsiyi kvadratdır. Silindr verib.
deyir, ox kesiyimiz kvadratdır. Kvadraddırsa diametrə bərabərdir. Hündürlüyümüz də diametrə bərabərdir. 2-yə bərabərdir. Ox kesiyinin sahəsini istəyir. Oturacağın sahəsi pi r kvadrat bərabərdir 4 pi. İxtisarlar 7, r bərabərdir 2. R 2-dirsə, bax bu kvadratdır da, tərəfimiz olacaqdır 4. Burada 4 olacaqdır. Ox kesiyinin də sahəsi S ox kesik bərabərdir 4 vur 4, 4'ün kvadratı 16. A variantı. Onuncu sual. Kosinus x vurulsun tangens x ifadəsini hesablayın. Kosinus x vurulsun tangens sinus bölünsün kosinusdur. Açsaq qalır sinus x. Y variantı. 11. sual. Uzunluğu 260 metre olan boru iki hissəyə bölünmüşdür. Birinci hissənin 24%, ikinci hissənin 54%-nə bərabər olarsa, ayrılan böyük hissənin uzunluğunu soruşur. Boru iki hissəyə bölünübdür. Uzunluq da 260'dır. Bir hissəyə A deyək, o bir hissəyə B deyək. A plus B bərabərdir 260. Birincinin 24%, 0,24A, ikincinin 54%-nə bərabərdir. Bərabərdir 0,54B. Ayrılan böyük hissənin uzunluğunu soruşur. Sağlı solu 100'ə vursaq, verir bizə 24A bərabərdir 54B. 6'ya ixtisar etsək, qalır burada 4A bərabərdir 9B. A verir bizə buradan 9K, B verir bizə 4K. Getirib yerinə yerləşdirsək, 9K plus birinci tənlikdə 4K bərabərdir 260, 13K bərabərdir 260, K bərabərdir 20. K 20'dirsə, A'mız bərabər olacaqdır. 9 dəfə 20'nin 180'ə. B'miz də bərabər olacaqdır. 4 vur 20, o da bərabərdir 80'ə. Böyük hissənin uzunluğunu soruşduğuna görə 180 doğru cavab D variantı. 12. sual. Fx bərabərdir 3x kvadratı minus 5 funksiyasının təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtəsinin koordinatlarını tapmaq üçün n və yaxud da ki m düsturlarının x'i m'dir, y'ki n'dir. Yaxud da ki bu funksiyanın qrafikini sxematik təsvir etməklə də qurmaq olur. X'ə 0 verəndə y -5. Elə bir x kvadratı funksiyasını 5% aşağı sürüşdürmüşük. 1, 2, 3, 4, 5. -5. Və 3 dəfə y oxuna doğru sıxılmış bir formada olacaqdır qrafikimiz. Bax bu şəkildə. Parabolanın təpə nöqtəsinin koordinatı x'imiz 0'dır, y-də -5'dir. 0, -5. Doğru cavabımız C variantı. Ancaq düsturlarını da yazsaq 4AC çıx B kvadratı bölünsün 4A parabolanın təpə nöqtəsinin y-idir. Yerinə qoysaq 4 vurulsun A3, C -5, çıxılsın B'nin kvadratı 0, bölünsün 4A, 4 vur 3. İxtisarlarımıza aparsaq verir bizə -5. M də -B bölünsün 2A'dır. Bərabərdir. -B'nin yerinə 0'dır. 0'ı 2 vur 3'ə bölsək 0 verəcəkdir. Parabolanın təpə nöqtəsinin apsisi M'dir. Ordinantı isə N'dir. Apsis 0, ordinant isə -5. 13. sual. Maşın 1. saat 60 km. A1 bərabərdir 60. Hər sonraki da isə əvvəlkindən 8 km artıq yol gedib. A2 də bərabərdir 68. Və beləcənə hər dəfəsində 8 km artıq yol gedib. Ümumi toplam 480 km yol gedib. Biz burada
Ədədi sizlərdə cəm düsturundan istifadə edəcəyik. Cəm düsturunu yazsaq, SN bərabərdir 2A1 plus N minus 1D bölünsün 2 vurulsun N. Düsturda yerini yazsaq, 2 A1'imiz verib bizə 60 plus N minus 1 N bilmirik. D'miz 8'dir. Bölünsün 2 vurulsun N. Vurulsun N beraberdir 480. 480. Sadeleştirsək 120 plus her tarafı 2'ye bölüp de vurabilirik. Neyse yazımda. Plus 8n minus 8 bölünsün 2 vurulsun n beraberdir 480. 120'den 8 çıxanda verir bize 112 plus 8n böl 2 vur n beraberdir 480. Her tarafta 2'ye böləndə verir bize 56 plus 4n vurulsun n beraberdir 480. Vurup açsaq 4n kvadratı plus 56n minus 480 beraberdir 0. Her tarafı 4'e bölsək verir bize 14n çıxılsın 120 beraberdir 0. Buranda 120 toplayanda müsbət 14 olan ədəd n plus 20 n minus 6 beraberdir 0. N de beraberdir 6. Demek ki maşın 6 saat yolda olubdur. 6 saat yolda olmuştur. Doğru cevabımız B variantı. 14. sual. Permutasiya 5'ten 5 çıxılsın permutasiya 4'ten 4. Permutasiya 5'ten 5 verəcəkdir bizə 5 faktorial. Permutasiya 4'ten 4 verəcək bizə 4 faktorial. Buradan da 4 faktorialı ortaq çıxartsaq qalır burada 5 minus 1 beraberdir 4 faktorial vurulsun 4. Beraberdir 4 faktorial 24'tür. 24'de 4'e vursaq verir bize 96. Düzgün cevap 96. Yeniden izah verim. Permütasiya 5'ten 5. Bak 5 faktorial 5 minus 5 faktorial. Bu verir 0 faktorial. Bu da 5 faktorial. 0 faktorial verir bize 1. Bu da 5 faktorial. Yekun 5 faktorial. Permütasiya 4'ten 4 de verir 4 faktorial. 5 faktorial ne demektir? 1, 2, 3, 4 demektir. 4, 5 demektir. 4 faktorialda 1, 2, 3, 4 ədədin hasili deməkdir. Buradan da ortaq 4 faktorialı çıxartdım. 5 minus 1 davamı da bilirsiniz. 15. sual. Müstəvidən 7 santimetr məsafədə 7 santimetr proyeksiyası 7 olan mail çekilmiştir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı istəyir bizdən. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı istəyir. Deməli, mailin hündürlüyü də müstəvidən məsafəsi də 7'dir. Proyeksiyası da 7'dir. Demək, düz bucaqlı bucaq görürük biz burada. Bucağı istəyiriksə tangens alfa bərabərdir. Qarşı katetin, bitişik katetin nisbəti tangens alfa bərabərdir 1. Alfa bərabərdir tangens 1. O da verir bizə 45 dərəcə. Yaxud da ki, baxsaq görsək ki, bu bərabər yanlı düz bucaqlı bucaqdır. Deməli, alfa bucağımız 45 dərəcədir. Doğru cavabımız 45 dərəcə. 16. sual. 4 kök 3 minus 2'nin kvadratı plus 16 kök 3 ifadesini hesablayın. Müxtəsər vurma düsturunu tətbiq etsək, 4 kök 3'ün kvadratı verir bizə 48 plus 2'nin kvadratı 4 minus birincinin ikinciye vurma hasilini ikimizdir 16 kök 2 plus 16 kök 3
plus 16 kök 3 bərabərdir. 16 kök 3 ilə islah getdi. Qaldı burada 52. Doğru cavabımız 52. 17-ci sual. Loqaritma 2 əsasdan x plus 1 bərabərdir 5 minus loqaritma 2 əsasdan 3x minus 1. Bərabərliyin sağını soluna keçirsək, verir bizə loqaritma 2 əsasdan x plus 1 üstə gələk loqaritma 2 əsasdan 3x minus 1 bərabərdir 5. Loqaritmik ifadələrin əsasları eyni olanda toplayanda vururuq. Loqaritma 2 əsasdan x plus 1 vurulsun 3x minus 1 bərabərdir 5. 2 5'i qüvvətinə qaldırır. Verir bizə x plus 1 3x minus 1 bərabərdir 2 üstü 5. 2 üstü 5 də verir 32. Vurub sadələşdirsək, açsaq, verir bizə 3x kvadratı minus x plus 3x minus 1 minus 32 bərabərdir 0. O da olur 3x kvadratı plus 2x minus 33 bərabərdir 0. Diskriminantı hesablasaq, diskriminant verir bizə 400. x1 bərabərdir mənfi b, mənfi 2 plus 20 bölünsün 2 dəfə 3'ün 6. x1 bərabərdir 18 böl 6 verir bizə 3. x2'miz də mənfi qiymət alır deyə mənfi qiyməti götürmürük. Çünki loqaritmalı ifadə mənfi ola bilməz. Tənliyimizin qiyməti, yekun qiymət 3. 18-ci sual. Bütün dillərin uzunluqları cəmi 24 olan tetraedrin dilini tapın. Tetraeder bütün dilləri bərabər olan, bütün üzləri də bərabər tərəfli üçbucaq olan bir üçbucaqlı piramidadır. Bax, diqqətlə baxsaq, 6 dənə dili vardır. Deməli, 6a bərabərdir 24. Piramidanın til sayda bilirikdə 2-yə bərabərdir. Əgər oturacağımız üçbucaqdırsa, 6 dili vardır. A bərabərdir 4'ə. Tetraedrin tili A bərabərdir 4. Doğru cavab 4. On 19-cu sual. B, C, A, C. Deməli, CD 2 dənə AD-yə bərabərdir. CD 2 dənə AD-yə bərabər. AD x-dirsə, CD 2x-ə bərabərdir. AB kök 73'ə bərabərdir. Bura kök 73. BC isə 5'ə bərabərdir. 5'ə bərabərdir. AD-nin uzunluğunu tapın. AD-nin uzunluğunu istəyir. Diqqətlə baxsaq şəklə. Bax, bu BD tərəfi həm ABD üçbucağının həm də CBD üçbucağının hipotenuzudur. Deməli, BD-nin kvadratı bərabərdir kök 73'ün kvadratı plus x kvadratı. Bir də BD-nin kvadratı bərabərdir 5'in kvadratı plus 2x'in kvadratı. İstəyimi alsaq, bərabərliyin sağ tərəflərini bərabərləşdiririk. Kök 73'ün kvadratı 73 plus x kvadrat bərabərdir 25 plus 4x kvadrat. Sağa keçirsək 3x kvadrat bərabərdir. 73'dən də 25 çıxsaq 48 x kvadrat bərabərdir 16, x də bərabərdir 4. Deməli, AD-nin uzunluğu 4'ə bərabərdir. 20-ci sual. Düzbucaqlı paralelipedin hündürlüyü 2, eni isə A-3, həcmi bu olarsa, onun tam səthinin sahəsini soruşur. Düzbucaqlı paraleliped. Hündürlüyü 2'dir. Eni A-3'dür. Uzunluğu yoxdur. Uzunluğu da bir B ilə ifadə etsək, həcmi də verib bizə B bərabərdir A vurulsun B vurulsun C.
2 vurulsun A minus 3 vurulsun B bərabərdir. 2A kubu minus 54. Vurub açsaq, yaxud da ki, hər tərəfi 2-yə bölsək, A minus 3 vur B bərabər 2-yə bölsək, A kubu minus 27 olacaqdır. A minus 3 vur B bərabərdir. A kubu minus 27'ni də açsaq kublar fərqi kimi A minus 3 A kvadratı plus 3A plus 9. Hər tərəfdə A minus 3 olduğu üçün A minus 3'lər gedir. B bərabərdir. B bərabərdir. A kvadratı plus 3A plus 9'a. Deməli, düzbucaqlı paralelipipeddə B-ni tapdıq. N-i verib bizə, yəni N yazaq da yazmayaq. A minus 3, C-ni verib bizə 2. Bizə deyir ki, onun tam səthinin sahəsini istəyir bizdən. Paralelipipedin tam səthinin sahəsi budur. 2 vurulsun AB plus AC plus BC. Getirib yerinə yazsaq, S tam idi də. Getirib yerinə yazsaq, S tam bərabərdir. 2 vurulsun mötərizədə. A vurulsun B. A minus 3 vurulsun A kvadratı plus 3A plus 9. Üstə gələk. A minus 3 vurulsun 2 plus A kvadratı plus 3A plus 9 vurulsun 2. Bu ifadəni sadələşdirək. Silək bunu. 2 vurulsun. Bu ifadə verəcəkdir bizə kublar fərqidir verəcək. A kubu minus 27. Üstə gələk. Bunu vura başsaq 2A minus 6. Üstə gələk. 2A kvadratı plus 6A plus 18 bərabərdir. 2 vurulsun. İçərini sadələşdirsək A kubu plus 2A kvadratı 2A 6A verir bizə 8A. Mənfi 27 mənfi 6 verir mənfi 33. Mənfi 33'ün üstə də 18 gəlsək mənfi 15 bərabərdir. 2A kubu plus 4A kvadratı plus 16A minus 30. İkinci cevabımız bu. 20. sual. 21. sual. ...60 dərəcə, 10, 30 dərəcə. Şəklə əsasən figurun sahəsini tapın. 60 dərəcədirsə, bura verir bizə 30 dərəcə. 30 dərəcəlik bucaq qarşısına katet hipotenuzun yarısına bərabər. Deməli, hündürlüyümüz 5'ə bərabərdir. 60 dərəcəlik bucaq qarşısında katet kiçik katetin kök 3 mislidir. Kök 3 mislidirsə, bura verəcək bizə 5 kök 3. 30 dərəcəlik bucaq qarşısına katet hipotenuzun yarısıdır. 30'sa burada 60. 60 dərəcəlik bucaq qarşısında katet kiçik katetin kök 3 mislidir. Deməli, bura verəcək 5 kök 3. A tərəfimizdə verdi bizə 10 kök 3. Bizdən üçbucağın sahəsini istəyir. S bərabərdir tərəf 10 kök 3 vurulsun tərəfə çəkilmiş hündürlük bölünsün 2. Bu da verir bizə 25 kök 3. Düzgün cevap 25 kök 3. 22. sual. Uzunluğu enindən 8 cm çox olan 3 eyni düzbucaqlı şəkildə kimi verilmişdir. AB 76'dır. Bax, bura 76'dır. Uzunluğu enindən. Eni x'dir. Uzunluğu isə enindən 8 cm çox. X plus 8. Deməli, burada x plus 8. Bu kiçik tərəflər x'dir. AB verib bizə 76. Bu figurun ümumi sahəsini istəyir.
Tənliyimizi quraq. X plus 8 plus x plus x plus 8 bərabərdir 76. 3x plus 16 bərabər 76. 3x bərabərdir 60, x bərabərdir 20. Deməli, bu fiqurda x-i tapmışıq 20. Uzunluğu onun enindən 8 cm çoxdursa, bu da 28'dir. Bu fiqurun ümumi sahəsini tapın. Burada eyni kongruent 3 dənə fiqurumuz var. Birinin sahəsini tapıb 3'ə vuracağım. S bərabərdir 20 vur 28, onu da vururam 3'ə. Bərabərdir. 60'ı ilə 28'ə vururuq. 6, 8, 48, 6 və 2, 12, 1680. İlkin cavab 1680 kvadrat santimetr. 23-cü sual. N parametrin hansı qiymətində A nöqtəsi bu çevrənin üzərindədir? Tam kvadrata ayırsaq, x kvadratı minus 4nx 2'ye bölüb hər tərəfə kvadratını əlavə etsək, verir bizə 4n kvadrat çıxılsın 4n kvadrat. Nəyə əlavə etmişəmsə onu çıxıram. Deməli, bu olur belə. X minus 2n'in mötərizə kvadratı. İndi y-ləri bir qruplaşdıraq. Y kvadrat minus 6ny 2'ye bölüb kvadratını əlavə edib çıxsam, verir bizə 9. Bax, bu 2'ye bölürəm tam kvadrat yaratmaq üçün. 3n eləyir. 3n'in kvadratını əlavə edib çıxıram. 9n kvadratı minus 9n kvadrat. Plus kənarda da 13n kvadratımız var. Bərabərdir. Buradan bura açılış verir bizə y minus 3n'in mötərizə kvadratı. Mənfi 4n kvadrat, mənfi 9n kvadrat verir 13n kvadrat. Bu da müsbət 13n kvadratlar islah getdi. Bərabərdir 25'ə. Çevrə tənliyini düzəltdik. Sadələşdirdik də belə deyək. Çevrə tənliyini. 25. İndi x'in yerinə 2n plus 3 yazacağım. Y-in yerinə isə 3n minus 4 yazacağım. Bu tənlikdə. Yazaq. Deməli, x'in yerinə yazıram belə. 2n plus 3 minus 2n'in kvadratı üstə gələk. Y-in yerinə 3n minus 4 yazacağım. 3n çıxılsın 4 çıx 3n'in kvadratı 3n'in kvadratı. Bərabərdir 25. 2 ilə 2'nin islah getdi. 3'ün kvadratı 9. 3'ün 4'ün kvadratı 16. Bərabərdir 25. Onda buradan belə çıxır ki, n burada mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi qiymətlər ala bilər. Yəni, n'in bütün həqiqi qiymətlərində bu nöqtə bu çevrəyə aiddir. 24-cü sual. Şagirdlərin boyuna A ilə işarə etsək, cədvələ əsasən seçilən 2 şagirddən birinin boyu 170 cm-dən kiçik oğlan. Oğlan kiçik olmalıdır 170-dən, qız isə 170'dən böyük olmalıdır. 2 şagird seçilir. İlk öncə tənliklər sistemimizi quraq.
İkinci tənliyi 2'ye vursaq, tərəf-tərəfə çıxsaq. Y2'dirsə 4 vur 2 plus x bərabərdir 15, x də bərabərdir 7. Oğlan sayı 170'den kiçik oğlan 4 y-dir. 4 y-dir. 170'den böyük qız 2x-dir. Getirsək yerinə yazsaq 4 vur 2 bərabərdir 8. 2 vur 7 bərabərdir 14. Deməli oğlan sayı 8, qız sayısı 14. Ümumi 35 nəfərdən birincisi çıxmalıdır oğlan. Biri oğlan olmalıdır. Deməli 35'dən 8 vurulsun. 35 nəfərdən artıq biri seçildiyinə görə qalır 34 nəfər. 34 nəfərdən də 14'ü qız götürülə bilər. Seçimi 14'dür. İxtisar da aparsaq 2'ye getdi 17, 2'ye getdi 7, 7 ilə 35, 5. İlkin cavab 85'də 8. 85'də 8. 25. sual. S nöqtəsindən AB və AD toxunanlar çəkilmişdir. B də diametrdir. AS'də 60, B'də 12, B'dəni verib bizə 12, AB vətərinin uzunluğunu istəyir bizdən. 12'dirsə çevrəni çəkək. Çevrəyə çəkilmiş toxunan. Çevrənin mərkəzi 6'dır, 6'dır. Bura 60 dərəcədir. İkinci bir radiusu çəksəm. Biz bilirik ki, çevrəyə toxunandırsa, bax bu alfa qövsündən bura x'in cəmi 180 dərəcədir. Bura 60'dırsa, burada 120 dərəcə olacaqdır. Bura 120'dirsə, söykəndiyi qövsdə 120 dərəcədir. 120 dərəcə. 120'dirsə, daxili çəkilmiş bucaq 60 dərəcə olacaqdır. Bax, bura 60 dərəcə olacaqdır. Ora 60 dərəcədirsə, radius olaraq bunlar. Radiuslar bərabərdir, 6'ya bərabərdir. Burada bir bərabər tərəfli üçbucaq görürük. Diqqətlə baxsaq, bax burada bir bərabər tərəfli üçbucaq görürük. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir. Onda AB vətəri də 6'ya bərabər olacaqdır. Doğru cavabımız 6. Bu qədər.